burada məsəl üçün bir dənə customer cədvəli yaradaq. Customer cədvəli yaratdıqda bu data tiplərini yenə burada belə deyək, əsas şəkildə qeyd etməliyik. Mən ilk öncə bu DDL əmrlərinə create table-dan başlayırıq. Bir də bundan əlavə onu demək istəyirəm ki, DDL əmrləri yeganə əmrlərdir ki, onlarda commit-ə ehtiyac yoxdur. Yəni commit-i indi biz keçəcəyik, video dərslərdə demişəm, commit olunan əməliyyatdan sonra onu yaddaşa vermək üçün istifadə olunur. Amma DDL əmrlərində buna ehtiyac yoxdur, onlar avtomatik olaraq yaddaşa verilir. Okay. İlk öncə belə deyək, cədvəli yaradaq, create table, deməli, qeyd edək, customer cədvəli olduğuna görə qeyd edək customer 2. Customer 2. Mötərizə açırıq. Bura qeyd edək, bir dənə customer ID. Bunun tipini number da eləyə bilərik, en varchar da eləyə bilərik. Gəlin eləyək number. Bu number məsələn qoyaq 6. Və bu bir də burada primary keylərdə biz keçmişdik sizinlə joinlərdə. Primary key, cədvəlimizdə primary key hansı sütun olacaq, onu da mütləq şəkildə qeyd etməliyik. Bunu qeyd edək primary key olaraq. Çünki digər cədvəllərlə biz bu customer ID-yə əsasən joinləri həyata keçirəcəyik. Okay. Növbəti customer name eləyə bilərik. Customer name. Bunu isə biz varchar olaraq qeyd edək. Varchar. Varchar 2 və içindəki simvol sayı qeyd edək məsəl üçün 50. Dediyim kimi siz bura 100 də qeyd eləsəniz, varcharın xüsusiyyəti ondadır ki, nə qədər simvol əlavə eləyəcəksinizsə o yaddaşda onu yer tutacaq.